tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıqmı və yaxud da ki, həm də bir tənbəllikmi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Yəni, bunun özü də doğru bir yanaşma deyil. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır. İnsanları nələrdənsə asılı vəziyyətə salınması üçün imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hal-hazırda günümüzdə digər bir adı altında sosial müavinatlar verilir və bilirsiniz ki, şərtlər də bir o qədər də çətin şərtlər deyil. Tələb olunan odur ki, valideynlər, əgər körpə uşaq varsa ailədə, ananın işləməsi önəmli deyil. 8 yaşına qədər səhv etmirəmsə olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Üzr istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar... Yetmir. Xahiş edirəm, icazə verin, mən fikrimi tamamlayım və bu şəkildə